Hazırda ölkəmizdə qəsəbələr arası və şəhər daxili avtobusların qiymətləri arasında fərqliliklər hökm sürür. Bəs həmin qiymət müxtəlifliyi məsafəyə görə tənzimlənə bilərmi? Müntəzəm şəhər daxili avtobus marşrutlarında məsafədən asılı olmayaraq istər bir, istərsə də 10 dayanacaq gedənlər üçün gediş haqqı eyni məbləği təşkil edir. Lakin dünyanın bir çox ölkələrində, xüsusən də Avropa ölkələrində ictimai nəqliyyatda çevik və diferensial ödəniş sistemi tətbiq edilir. Sərnişinlər arasında isə ödənişin məsafəyə görə tənzimlənməsinə mövqelər fərqlidir. Bəli, ödəniş fərqi olmalıdır, ancaq bunu necə tənzimləyəcəklər, o biraz real deyil də. Yəni, necə tənzimləmək olar ki, bu bir dayanacaq gedib, onu kim baxacaq ki, bu bir dayanacaq getdi, yoxsa 10 dayanacaq getdi. Tənzimlənsə yaxşı olar. Yox, onun fərqi olmalıdır, yox. Nə fərqi var? Qiymət 50 qəpikdirsə, onun fərqi yoxdur. İstəyirsən 100 metr get, istəyirsən axıra qədər get. Bəli, mən bir dostum var idi Polşada oxuyan, o demişdi ki, yəni dayanacağa minirəm, avtobusa minirəm. Minəndə də kartı vururam məsəl üçün və düşəndə vururam. Nə qədər getdiyi məsafəyə görə oradan mən uyğun məbləğ çıxılır yəni. Fikirləşirəm ki, bizdə də olsa gözəl olar yəni. Nəqliyyat üzrə ekspert Aslan Əsədov bildirir ki, dünya ölkələrində mövcud olan sistemə əsasən gediş haqqları məsafədən asılı olaraq nizamlana bilir. Ölkəmizə gəlincə, bunun tənzimlənməsi proqram vasitəsilə tənzimlənə bilər və burada da yüksək texnologiyadan istifadə etmək olar. Misal üçün, dünyanın müxtəlif ölkələrində bu sistem tətbiq olunur, face sistem deyirlər, üst tanıma sistemləri və yaxud barmaq nişanları, barmaq tanıma sistemləri vasitəsilə sərnişin daxil olduğu andan onun hesabından pul çıxılır və sonraki düşən məsafədə artıq nə qədər gedibsə ona uyğun hesabdan pul silinir. Bəs bu sistemin tətbiqi hazırda nə dərəcə əl çatandı? Elə bu sualla Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik. Bildirildi ki, marşrutlarda məsafəyə görə diferensial ödənişlərin tətbiqi üçün xüsusi infrastruktur qurulmalı, nağdsız ödənişlərə keçid tam təmin edilməlidir. Hazırda isə sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülməkdədir.